boş pullar kəsib buraxırlar. Yəni, hansı ki, bu son nəticədə Rusiyanı böyük bir maliyyə fəlakətinə, böyük bir maliyyə böhranına aparır. Yəni, bir hiperinflyasiya aparır, hansı ki, ölkə artıq bankrot, yəni müflis elan ediləcəkdir. 90-cı illərin əvvəlində olduğu kimi, 98-ci ildə olduğu kimi, yəni Rusiya bugün ona doğru gedir. Bugün praktik olaraq vəsait yoxdur. Müəssisələr dayanır, minlərlə müəssisələr bağlanır, insanları işçi ötürürlər. Və belə bir halda təbii ki, hətta Rusiyanın subyektlərinin bir 70%-ə qədərində bugün büdcələr kəsirlə icra olunur. Halbuki subyektin büdcəsi kəsirlə icra oluna bilməz. Bu federal büdcədə kəsir ola bilər. Subyekt büdcəsində xərclərlə gəlirlər bərabər olmalıdır. Yəni, gələn gəlirlər, mərkəzdən verilən subsidiyalar, dotasiyalarla birlikdə büdcənin xərclərini bağlamalıdır. İndi qışdır. Rusiyanın şərqində, xüsusilə Sibir hissəsində siz bilirsiniz, o regionlar bugün hansı məşəqqətləri yaşayırlar? 40 dərəcə, 45 dərəcə, 50 dərəcə şaxta var. Bir gün istiliyin dayanması minlərlə, 10 minlərlə insanın ölümü deməkdir.